Bir tanışım var, heç xoşum gəlmir ondan. Pulu, maşını, hər bir şey var, gözüm götürmür onu. İstəyirəm ki, ona bir əməl eləyək, hər şeyini itirsin. Məndə yoxdursa, onda da olmasın, istəmirəm. Onda bu kartlardan birini seç. Mən də ona görə iş bir göründü. Bax, bu kartlarla o adama elə bir bəla yolxacaq ki, bütün malı, mülkü, varı, dövləti, ailəsindən, övladından çıxacaq. Mənə də elə o lazımdır. Ana, necəsən qardaş? O, salam əleykum qardaş. Necəsən? Nə var, nə yox? Şükür, sağ olun. Nəsə belə fikirli görsənsən qardaş. Heç nə, uşaq xəstədir. Bütün nə var, nə yox, hamısını qoymuşam üstünə. Obyekt zadda boşaltmışam. Allah şəfa versin. Allah köməyin olsun. Nə qulluq mənlik? Heç nə, dua elə. İnşallah. Heç nə, gedim dərman tapşırır, onu tapılma. Görüşərik hər Sağ salamat. Alo. Nə danışırsan? Nə maşın, nə uşaq? Harda? Məktəbdən çıxanda? Dur, qoza qarın evi yandı, dur. Hansı? Yanında ki, oğlu falçı var, o qoza. Oy, do. Mərhəmətli və rəhimli Allahın adı ilə. De ki, sığınıram sübhün Rəbbinə, məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugar qadınların şərindən və həsəd apardığı zaman haqlın şərindən.